Burada zalamu fiil və bu qavlənə təsir edir. Ona görə bu oldu təsirli halında. Qayrəl-ləzi başqa şey deməkdir. Başqa əlləzi kəslər deməkdir. Burada qayrəl-ləzi başqa bir şey, yəni qavləndən söhbət gedir. Burada sözdən söhbət gedir. Ona görə də əlləzi burada verilib. Qayrəl-ləzi izafət birləşməsidir. Hardan bildik? Çünki izafət birləşməsinin birinci tərəfi əl artiklı götürməz. Demək, bu izafətin təyinlənən tərəfi əlləzi isə nədir? Təyinidir. Demək, qayrəl-ləzi, əlləzi dedik ki, o kəs ki deməkdir. Burada o söz ki, burada artıq sözə işarədir burada əlləzi. Demək ki, təkdədir, nisbi əvəzlikdir və təkdədir və hallanmaz. İzafətin təyinidir. Qilə, ləhum, qilənin mənası deyildi deməkdir. Qalə feilinin məhsul növüdür. Əslində bu quvilə şəklində idi. Quvilə. Orada demək çevrilmə baş verdi. Elal qaydalarına görə vəv hərfi itdi və qilə şəklində nədir oldu? Kökü qavalədəndir. Qavələ. Üçüncü şəxsdədir. Qilə və təkdədir. Ləhum onlara və yaxud onlar üçün mənasındadır.